Sərdar bəy, indi də bir daha deyirəm, gözünüzün içinə qədər yalan deyirsiniz. Niyə yalan deyirsiniz? Çünki sizin Rusiya münasibətinizlə mənim Rusiya münasibətimdə zərrə qədər fərq yoxdur. Yəni hətta siz danışanda hərdən mən elə bilirəm ki, özüm danışıram. Yəni sizin Rusiya qarşı olan və yaxud da tutaq ki, sizin ən böyük elan eləmişsiniz Şah İsmail. Şah İsmail Xətai mənim idealım olub. Mənim həyatımda Azərbaycan tarixində mən Şah İsmail Xətai qədər tarixi ancaq siz yenə deyirəm, düşüncə baxımından, fikir baxımından, məfkürə baxımından sizin ən azı səsləndirdiyiniz çıxışlara baxmışam. Bizim fikrimiz 99,99% üst-üstə düşür. Ancaq siz mənə fikrimə görə qənim ol. Eyni səviyyədə mən Milli Azadlıq Hərəkatına rəhbərlik eləmişəm. Mən Azərbaycan Milli Azadlıq Hərəkatına siz mənə qarşı niyə çıxa bilərdiniz ki? Sizin mənə qarşı çıxdığınız fikri məhz həmin o dövrdə Naxçıvanda mən sizi tanımamışam. Bəli, orada gəlmişəm. Sizin o cəbhəyə rəhbərlik eləməyinizin əleyhinə o cəmaatın rəyini nəzərə alaraq, o vaxta qədər sizə və siz məhz o şəxsi münasibətə görə 37 ildir düşmənçilik yaparsınız. Nemət bəy, mən heç vaxt cəbhəyə rəhbərlik iddiasında olmamışam və heç vaxt da rəhbəri olmamışam. Naxçıvanda. Mən Naxçıvanda heç vaxt cəbhənin rəhbəri olmamışam. Elə bir şey yoxdur.